müminin mənəvi gücü, müminin iradə gücü möhkəm olmalıdır. Ona görə də insan bu potensialın ortaya qoymağı bacarmalıdır. Məsəl üçün, bəzən biz görürük ki, bir insanda hər hansı bir qüsur var. Məsəl üçün, gözləri görmür. Biz bilirik ki, gözləri görməyən adətən necə olur? Qulaqları daha yaxşı eşidir. Gözləri görməyənin hissiyatı daha çox olur. Onun gözləri görmədiyinə görə, o potensialını inkişaf elətdirib. Qulağındakı funksiyanı inkişaf elətdirib. Hissiyatın, əllərin hissiyatını inkişaf elətdirib. Bu bacarıq hamımızda var. Amma biz ona ehtiyac duymamışıq deyə o qədər inkişaf elətdirməmişik. Amma bu bütün funksiyalar, bütün üstünlüklər insanda var. Ona görə buyurur ki, ey insan, öz qədrini bil, özü balaca bir şey zənn etmə. Baxın, yaxşı bir də misal var, çox mənim xoşum gəlir bu misaldan. Buyurur ki, təsəvvür edin bir dənə ağıllı telefondur. Buyurur da əlimizdəki əksəriyyətin telefonları ağıllıdır. Bunu bir dənə qoca bir dənə baba işlədir. Qoca baba üçün bu nədir? Bir dənə yesi və nosudur. Ən uzağı bir dənə nəvələri kömək eləsə şəkil çəkə bilir. Amma bu telefonda nə qədər funksiyalar var? Hələ bir cavanların belə bilmədiyi nə qədər funksiyalar var ki, biz tam belə bəlkə də istifadə edə bilmirik. O biri ona deyəndə görür ki, məsəl üçün bir dənə ağsaqqaldır, məsəl üçün iPhone 17 alıb, ancaq yes-no üçün. Ona nə deyirlər? Biri cavanın biri desin, bu məndə olsun, sən nə edərdin? Sən nə qədər şəkili yaxşı çəkir, nə bilim funksiyası var, ağıllı telefondur, bətinləri birləşdirir, nə bilim süni intellekti bu cür nə belə. Amma həmin o qoca baba ondan istifadə eləmir. Bizim həyatımızda buna bənzəyir. Bizdə nə qədər funksiyalar var, bizdə nə qədər üstünlüklər var, nə qədər potensiallar var, ruhumuz nə qədər inkişaf eləməlidir. Biz hələ yes-no-da qalmışıq.